Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanlar İdarəsindən verilən məlumata görə sabah, yəni martın 27-si imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir. İmsak duası. İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et. Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəld. Üzrümü qəbul et. Günah yükünü üstümdən götür. Ey salih bəndələrinə qarşı mehriban olan Allah. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışla və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.